Salam aleyküm. Biz birinci hissəyə baxdıq. Bu Golden proqramı qızılın alışı ilə satışı ilə məşğul olan. İndi isə ikinci hissəsinə keçirəm və burada bizdə 3 idi parol girirəm. Təxminən danışmışdım da bu proqramların düymələrindən ümumiyyətlə ki, ayrıca yəni ki, birinci nastroykalar eləmək lazımdır. İşçilər və parollar, yəni hansı işçi, hansı filialla işləyə bilər, parollarını və kimdir o, admindir ya satıcıdır. Satıcı heç nə dəyişə bilmir, ancaq işləyə bilir. Yeni şeyləri yaza bilir hamısını. Satış, alış hamısını eləyir, ancaq elədiyi köhnə şeylərə girib neysə düzəliş eləyə bilmir. Onu ancaq admin eləyə bilir. Və burada da bəzi düymələrə ancaq admin girə bilir. Biz sizinlə baxdıq, nastroykalarını elədik. İndi başlayırıq əsas düymələrinə. Birinci düymə sifarişlərdir. Ola bilər ki, kimsə gəlib sizdən neysə bir mal istəyib. İndi bu saat o maldan yoxdur. Sifarişi girib və burada yaza bilərsiniz ki, hansı maldır, kim istəyib, hansı əgər telefonu, onun telefonu ki, zəng eləyəsiz ki, həmin mal olsa, ola bilər kimdənsə öyrənəcəksiniz, hansı bir filialda varsa, oradan bura getirəcəksiniz və onun adı burada qalacaq. Təsirini yazmaq üçün burada yazırsınız ki, hansı malı istəyib, neysə bir mal istəyib, misal üçün, modeli nədir, təsvirini də yaza bilərsiniz, burada qeyd edə bilərsiniz. Əyyarı, misal üçün, konkret deyibsə, misal üçün, əyyarı neçə olmalıdır, tutarıq da, nə bilim, 585 və s. yazırsınız adını, müştərinin adını, kim ki, zakaz eləyib, misal üçün, yazıram Zaur bəydir və onun telefonunu da buraya əlavə eləyirik. Və avtomatik göstərir ki, bu hansı tarixdə olur. Burada da qeyddə nə istəyirsə əlavə edə bilərsiniz. Beləncə, sifarişlər düzülür və sonra girib bura baxa bilərsiniz. Dediyim kimi, hamısı belə qurulub. Yeni alış qayməsi, yəni alırsınız qızılı, alış qayməsiləri, bu alış qayməsi buradan başlayır. Bütün alış qaymələri, satış qayməsi, bütün sayış qayməsi, bir filialdan o biri filiala göndərilməsi, bütün, yəni yenisi və bütün sonra baxırıq. Birinci yeni alış qayməsindən giririk və burada kimdən alırıq? Eğer bu adam burada varsa seçə bilərsiniz. Yox, eğer yoxdursa, yeni bir adamdır gəlib getirib, mal getirib sizin için. Onda girirsiniz bura yeni kontragent və burada aşağıda neysə əlavə eləyirsiniz həmin adamın adını. Misal üçün tam olsun Məmməd. Məmməd gəldi. Azərbaycan dilinə keçək. Məmməd. Məmməd və s. dəqiq yazmıram. Telefonunu yazırsınız və kimliyini, yəni ki, şəxsiyyət vəsiqəsini bura daxil edirsiniz ki, şəxsiyyət vəsiqəsinin şəklini daxil edirsiniz ki, yəni kimdən bu malı alırsınız. Yəni təqdim edəni yazan kimi o burada çıxacaq. Məmməd də bu Məmməd idi. Bax, bunu seçdim, yəni bu Məmməddir. Mallar da eləncik. Eğer mal varsa burada seçirsiniz. Yoxdursa, yuxarıda var, yeni mal daxil edin. Girirsiniz, daxil edirsiniz və o burada siyahıda əmələ gəlir. Misal üçün, nə bilim, qızıl yolka var. Qızıl yolka alırıq. Qızıl yolkanın çəkisi, misal üçün, nə bilim, 120 qramdır. 3 dənə almış bu yolkadan. Qramın qiyməti eləyirsiniz, misal üçün, 170 manat. Əyyar da neçədir yazırsınız, misal üçün, 585. Tak. Bu çox yuxarı oldu, yerləşmədi də, yəni bunu indi böyüdəcəyim mən. Belə şeylər çıxanda eləyəcəyim. Olsun, 120 qram çox eləmişəm də, olsun 20 qram. 20 qram, sonra bunları çoxaldacağım, böyüdərəm. Cəmi də alınır belə. Deməli, birinin qiyməti, bu yolkanın qiyməti 3400 manatdır. Deməli, satış qiyməti, misal üçün qoyuram, 3700 manat. Və cəmi də göstərir burada nə qədər olacaq. Sonra, burada da toplam hamısını göstərir. Bunların hamısını böyüdəcəyim. Belə indi böyüdüm. Yəni, bunlara ehtiyac olmayacaq da, yəni işləmək lazımdır. İşləyəndə nə lazımdır eləyəcək.
Həmin qaymə düşdü bu siyahıların içinə. Bu axırıncı Məmməd bu idi. Nə qədər təsdiq olmayıb, girib satıcı da burada neysə əlavə eləyə bilər, dəyişə bilər. Bu indi hamısı yerləşdi. Dəyişə bilər, neysə lazımsa əlavə eləyə bilər. Elə ki, qutardı hamısını bura yazdı. Məsələn, bir dənə də aksesuar 5 qaşdı neysə 2 dənə alıb, bundan da çəkisi 7 qram. 1 qramın qiyməti nə bilim olsun 70 manat. Hamısını hesablayır özü avtomatik. Satış qiymətə qoyuram ki, deməli 490 manat ədədin qiyməti, qoyuram buna 600 manatdan. Cəmi 2 dənə də ona görə oldu 1200. Burada da ümumiyyətlə bunların toplamını görürəm. Aşağıda toplamlarını görürəm. Hansı filialı alıram bunu, onu da qeyd edirəm. Aydındır ki, mən göstərmişdim ki, ancaq hansı filialları mənə imkan veriblər, ancaq onları görürəm. Yəni ki, burada 3 dənə filiala imkan veriblər, 3 filialı seçə bilərəm. Bir filial olsaydı, heç seçim olmayacaqdı, ancaq bir dənə filial olacaqdı. Təsdiq eləyəndən sonra, təsdiq eləyibdən bunu, təsdiq buradan eləyirik, göndərdik filiala, qırmızı olmur və bu girir satışa. İndi satış eləyə bilərik. Alış qayməsi, satış qayməsi. İndi alış qayməsi bütün alış qaymələrin siyahısı. Satış qayməsi, satış qaymədə yenə də müştəri yoxdursa yuxarıdan ələnçik seçirik. Varsa, misal üçün bunu yeni bir müştəridir, götürdüm bunu, qeyddə yazdım. Həmin bu olsun filial. Burada beh məsələsi də var, beh də almaq olar. Malın adı getiririk. Bax, burada qalıqlar, hansı mallar var, ancaq onlar çıxır. Və burada da qalıqları var. Aydındır ki, qalıqdan çox sata bilməsən də. Biz bayaq 2 dənə götürmüşdük bu aksesuardan. Və mən bunu 3 eləsəm sayını, əlbəttə ki, icazə verməyəcək. Deyəcək ki, yox. Satışın sayı 3, qalığın sayından 2 çoxdur. Yəni, qalığın sayı 2-dir, biz 3 eləmişdik. Olmayacaq. Ancaq 2 dənə buyurun, eləyə bilərsiniz. Ya bir dənə eləyə bilərsiniz. Və lazım olsa burada şəkili də ələnçik, hiperlinkə girib əlavə eləmək olar şəkili də. Girirəm bura, sonra nə qaldı? Nə bilim, başqa bir şeydə neysə, həmin yolka yazmışdım, bu qızıl yolka. Bunu da yazıram, qramını, hər şeyini nə lazımdır qeyd eləyirəm. Buradan da çıxıram, çıxış. Yenə də qaymələrin siyahısı. Qaymələrin siyahısında mən bunları hamısını görəcəyim. Burada qırmızı olanlar, bunlar beh verəndir. Malları saxlamışıq. Bunlar isə borc olanlardır. Dəqiq baxmaq üçün, bura girib baxmaq olar ki, aha, 200 manat beh verib, şəkili yoxdur, düzdür, bu şeyin nə alıb, onun şəkili yoxdur. İnformasiyada belənçik var. Bunu kreditlə də verə bilərik, ödəniş də ala bilərik. Yəni, ödənişi almaq istəsək, giririk. 1480 manat bunun adamın borcu var. 1680 manat malın qiyməti idi. 1680, 200 manat bey verib, ona görə də 200 manat bey verib, qalıb 1480. Və mən, misal üçün, bundan 1000 manat alsam, və qeyd edirəm, bu nağd kredit kartdan da neynəndir, 480 qaldı. Deməli, 1680-dən 200 manatı belə verib, 1000 manatı da ödəniş eləyib. Avtomatik yazılır burada hansı filialdır, hansı müştəridir. Çıxdıq buradan. Sonra nə? Hansının ki, borcu yoxdur, onlar belə qırmızı deyirlər. Və nə vaxt satmışıq, onlar da burada göstərir. Vaxtınca da saat neçədə, saat neçədə satmışıq, bunları da götürür. Bu satış üzrə qaymələrdir. Kreditlə verilmiş qaymələr. Girib baxa bilərik ki, hansı qaymələri kreditlə vermişik. Burada gördüyünüz kimi, bunu çapa da vermək olur bunları. Yəni, çapa da verə bilərik. Buradan çıxa bilərik. Kredit ödənişləri isə, bax, buradadır. Giririk bura, ödənişlər ayrıcadır. Və burada baxırıq. Misal üçün, mənə nə lazımdır, hansı qaymə lazımdır, ona girib, onun ödəməsini eləyirəm. Yəni, buradan çıxım. Tutarım ki, mənə lazımdır, bax, bu qayməni ödəmək istəyirəm. Girdim bura, bax, bu qaymədə 2 dənə, bu qaymənin tarix planı var da, yəni 30 manat ayın 30-unda verməli idi, 12 manat da ayın
dekabrın 15-də verməlidir. Bu da veri vaxtında 42-42 balans var. Başqa qayməyə baxa bilərik. Bu qaymədə də o qaymədə olub bizdə kreditlə. Burada da hər şey normaldır. Alıb baxdıkən krediti hamısına baxdıq, deyəsən deyə 3 dənə idi. Burada 2 manat görürsünüz qalıb. Və bir neçəsi də 25 idi. 25-11. Bir ay tez veririk də. 25-11 bu büyündən bugün misal üçün bu qaldığı 2 manatı da verdi. Borcu yoxdur. Kreditin ödəmələr ümumiyyətlə buradadır. Satış qəmələrini gördük, bunların siyasını gördük, kreditlərin siyasını gördük. Bir filialdan, elə bir neçə filial varsa, bir filialdan o biri filiala, yəni bir dükandan o biri dükana malları ötürə bilərsiniz. Yəni ki, burada həmin bu filialda hansı mallar var, ancaq onlar gəlir. Misal üçün, bu yox, o biri filialı seçsək, başqa mallar çıxacaq. Aha, deyir, ikinci anbarı seçin, düzdür. Misal üçün, Gold Center'dən Gold Capital'a göndərin. Gold Center'da başqa mallardır, görürsünüz. Bu bursunu seçsəm, mərkəzi filialı seçsəm, başqa mallar çıxacaq, qalıqlar da başqa olacaq. Yəni, bu filialda nə var, ancaq onlar buradan çıxır. Yazıb göndərə bilərik. Silmə buradadır. Bunu ancaq admin eləyə bilər. Admin sizə eləyə biləcəksiniz. Ötürmə qaymələrinin siyasi, bax, hansı qaymələri, hansı filialı görə bilirəm mən, ancaq o filialı görürəm. Burada hamısında axtarış da var da. Misal üçün, tarixini axtarış, baxa bilərəm, ayının 24-də hansı ötürmələr olub. Var, göndərənlə, misal üçün, bu filialdan hansı malı göndərmişəm, ya bu filialdan hansı malları göndərmişəm olacaq. Ya da nömrə ilə, filan qaymə, hansı filialdan hansı filiala. Konkretlə burada hamısının belə düyməsi də var. Açırsan, baxırsan ki, konkret nə maldır. Burada heç göndərməmişik. Malı yoxdur. Tak, deməli, sonra işçilər və parollar keçən dəfə danışmışdım. Yeni ödəniş qayməsi bizdə burada var. Ödəniş qayməsi də belədir. Misal üçün, 400 manat beh verib, girirəm bura, qayməni açıram və burada baxıram, bunu desəm bayaq göstərdim. Ödənişi buradan eləyirəm. Kreditin ödənişini göstərmişdim, bunu da göstərmişdim. Ödənişlərin siyahısı gəlir. Sonra da kredit ödəmələrinin hamısı gəlir siyahısı. Bunları da gördük. Bu çapa gedənlər buradan bağlanır. Buradan da çıxmaq olur. Sonra kassa. Burada konkretlə meyvə, çay, nə bilim, işçilər üçün neysə almışsınız, yemək almışsınız, verin. Bunları hamısını bura əlavə eləyə bilərsiniz ki, sonra baxasınız ki, nə qədər intervalda, nə qədər sizin xərciniz olur. Bu kassa idi. Qalıqlar iki cür var. Bir qalıqlar var, hamısı, hətta o qalıqlar ki, qalıqları sıfırdır. Yəni, haçansı olub bizdə bunlar. İndi yoxdur. Belə baxa bilərsiniz, istəsəz. Bu da çap üçündür, ona görə buradan belə çıxırlar. Bu da ancaq real qalıqlar, yəni ki, sıfır yox, bu saat reallıqda olan qalıqlar. Mən burada 3 filiala baxa bilərəm, ona görə 3 filialın qalıqları gəlir məndən. Başqalarını görmürəm. Günün yekununu da hər gün işləyəndən sonra günün yekununa girib baxacaqsınız ki, bugün filan işçi, misal üçün bu işçi nələr eləyib, hansı alış qaymələri olub onda, burada görürük, bayaq bir sinə elədik, hansı çox olsa hamısının siyahısı gələcək, bunu çapa da vermək olur və qol çəkdirmək olur ki, qol çəksin ki, həm büyün, bax, bu qədər mal alıb, qızıl alıb qoyub. Satış qaymələri, bu qədər satış qayməsi olub, yəni ki, qızıl satılıb, bu qədər satıb, həmin bu operator nömrə 3, bu mənəm hələlik, məndə 3 gedir, adım yazılmır və ödəniş qaymələri kimlər ödəyib, 880 manatlıq malı 50 manat güzəşt olub, 830 manat ödəyiblər. Burada bunları da hamısını eləyirlər, qol çəkirlər, qalır kağız variantında. Çapa vermək də ki, burada faylda printdədir. Qoyaram indi bu faylda. Dedə print. Printdə burada var. Burada da qoyaram çap. Burada da qoyacağım çap. Burada çox yerdə çap var. Misal üçün, alış qayməsi, satış qayməsini yazandan sonra çapı da vermək olur. Görürsünüz, burada çap var. Misal üçün, yazıram ki, kimdir, kimliyiniz adını da əlavə eləyirəm bura, hiperlinklə, indi eləmirəm. Yazıram bura malları. Yığıram, misal üçün, sayını, qramını, hamısını yazıram. Burada
və satış qiymətini, bu alışdır da, ona görə satış qiymətini özüm yazmalıyam ki, bunun alış qiyməti 14 manat oldu, satacağım misal üçün bunu 30 manata. Bunun da 7 manat oldu, satacağım bunu 12 manata. Bax belə. Və bir də sonra çapa verəcək, belə şəkildə çapda çıxacaq. Bu şəkildə çapda çıxacaq. Satış qaymələri də eləncəkdir, alış qaymələri də eləncəkdir. Yəni satışa da girsəm, bütün qaymələrdə var çap. Ben girirəm, heç buradan girməyib. Burada satışlar çoxdur. Yeni dövr qaymələrin, satış qaymələrin siyahısı. Girirəm konkretlə hansısa bir qayməyə girdim. Bunun çapı var. Hazırdır. Çapa verirəm, lazım olsa verirəm müştəriyə. Çapdan çıxır. Nə var, onun hamısı çıxacaq çapdan da, vərəqdə çıxacaq belə. Buradan da print preview ilə çıxır. Burada da gördüyünüz kimi çıxış da var, ödəniş də var. Ödəniş belə də var və ya biz gördük, kreditlə də ödəniş var. Kreditlə də ki, yəni yazılır ki, plan tarixi bunun haçandır, plan məbləğ nədir, sonra da nə qədər ki, bu verim. Bunlar hamısı burada var. Biz günün yekununa baxdıq, qaldı tarix intervalında satış. Bu filialda məndə bu bir ayın ərzində nələr olub? Nə qədər mal almışam bu filiala, siyahı gəlir, çapa da verə bilərsiniz. Nə qədər satmışam bu filialdan malları, hamısı aşağıda hamısı da gəlir. Nə qədər bu filialdan başqa filiallara ötürmüşəm ya da bu filiala mal almışam, onu da görürəm. Ödənilmiş mallar, hansı mallar ödənilib, onları görürəm və bütün alış qaymələri var. Açan almışam, girib kiminsə kimliyini, yəni şəxsiyyət vəsiqəsini olsaydı burada açıb baxa bilərik. Burada bütün alış qaymələri var, rahat hamısını tapmaq olur. Çıxar buradan da və ümumiyyətlə çıxış. Bu idi əsas test verildim ki, başınızı ağrıtmayın. Təxminən bunlardır. İşləməyə başlayanda görəcəksiniz ki, rahatdır, yadda qalandır və sizə lazım olan bütün məlumatları verir. Neysə lazım olsa əlavə, onu da əlavə eləmək olar. Buyurun, sağ olun.